Uşaqlar, bugün sizlər üçün bu tip tapşırıqların necə həll olunduğunu nümunə olaraq göstərmək istəyirəm. Deyir, hansı elementin atomunda 20 neytron var, kütlə ədədi və proton sayı verilib. Burada neytron sayı tapmaq tələb olunur. Bu zaman biz ilk olaraq yaza bilərik ki, neytron sayı ilə proton sayının cəmi kütlə ədədinə bərabərdir. Buradan neytron sayını tapsaq, bu zaman kütlə ədədindən proton sayını çıxmış olacaq və bu zaman neytron sayını tapacaq. İndi burada kütlə ədədi 40 verir, proton sayı 20 veribsə, 40-dan 20-ni çıxırıq, bu zaman 20 neytronu var. 56-dan 26-nı çıxırıq, deməli 30 neytronu var. 39-dan 12-ni çıxırıq, 20 neytronu var. 64-dən 29-unu çıxırıq, 35 neytronu var deməli. Bizdə də hansı elementin atomunda 20 neytron olduğunu soruşur. Burada da X və Z elementin olduğunu görərik. Doğru variant D variantı olacaq.